Paralimpiya hərəkatı ölkəmizdə geniş fürsət alıb. Bu sayədə idmançılarımız yüksək nəticələr göstəriblər. Bu hərəkata daha bir idman növü əlavə olunub. Parabadmintonçularımız da digər idman növlərindəki həmkarlarından heç də geri qalmırlar. Son illərdə Azərbaycanda idmanın müxtəlif növləri ilə yanaşı, paralimpiya idman növlərinə olan maraq da sürətlə artır. Bu sahədə diqqət çəkən idman növlərindən biri isə parabadmintondur. Yeni olmasına baxmayaraq artıq müəyyən uğurlar əldə edilir. Parabadminton normal badmintondan fərqli isə normal badmintonda bir kateqoriyadır, parabadmintonda isə 6 kateqoriyadır. Yəni fiziki məhdudiyyətli uşaqlar 6 kateqoriya üzrə yarışa bilirlər. Gec yaranmağına baxmayaraq tez bir zamanda uğurlu nəticə əldə etməyi uşaqlar bacarıblar. Hansı ki, yenilikcə Serbiyada keçirilən beynəlxalq turnirdə uşaqlarımız 3 qızıl, 2 bürünc və 1 gümüş medal qazanaraq ölkəmizə dönmüşdür. Mütəxəssislər idmana marağı olan fiziki məhdudiyyətli insanların üzə çıxarılması istiqamətində fəaliyyətlərini davam etdirirlər. Bəzən adi bir təsadüf belə onların idmana gəlməsinə vasitə ola bilir. Özüm üçün fərdi turnajlara gedirdim. Təsadüf nəticəsində badminton komandasının baş məşqçisi ilə Musa Validərbi ilə qarşılaşdıq. O dəvət elədi. Sağ olsun, onun sayəsində mən paralimpiya badminton komandasının tanışlığım oldu. Mən bu idmana anamın rəfiqəsinin uşaqları elə bir badminton milli komandasında oynayır. Mənə də məsləhət gördülər ki, Zəhra idmana həvəsi var, qoy gəlsinlər. 2025-ci ildə qızıl medal qazanmışam şəxsiyyətdə. Komanda oyununda isə gümüş medalla yayınlanmışam. Fiziki məhdudiyyətli şəxslərin idmana cəlb olunması onların cəmiyyətə inteqrasiyasını və özünə inamını artırır. İdman bu şəxslərə yalnız fiziki bacarıqlarını inkişaf etdirmə imkanı yaratmır. Eyni zamanda sosial əlaqələr qurmağa da şərait yaradır. İnteqrasiya cəhətdən uşaqlarımız daima halda bir-birlə ünsiyyətdədirlər. Hər biri pozitivliklə seçilir. Mən fikir vermişəm, məsələn, elə uşaqlar var ki, milli komandamıza gəldikdə sosial cəhətdən daha zəif olurlar. Hansı ki, bir aydan sonra artıq onlar komanda yoldaşlarıyla xoş ünsiyyətdə olurlar, ətraf mühitə daha yaxşı uyğunlaşmağa başlayırlar. Yeri gəlmişkən, parabadminton üzrə milli komandamız mütəmadi təlim məşq toplanışlarına cəlb olunur. Müxtəlif beynəlxalq yarışlara qatılan idmançılarımız bu yaxınlarda Serbiyadakı turnirdə uğurla çıxış edib. Parabadminton yalnız bir idman növü deyil. Bu, həm də fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası, sosial həyatın aktiv hissəsinə çevrilməsi baxımından mühüm rol oynayır.